Salam. Bugün sizlər üçün sınaq 16-nın izahını edəcəm və sınaq 16-nı inşallah ki, YouTube-a açıq şəkildə yerləşdirməyi düşünürəm. Sınaq 1 və 3 YouTube-a açıq şəkildə yerləşdirilmişdir. Digər sınaqların da izahı var. Sadəcə qrupun müəllimləri üçün yönləndirilmişdir. Düşünürəm, bundan sonra da yenə müəllimlərimiz üçün, hansı ki, sertifikasiya, MİQ olsun və ya abituriyentlər üçün dəstək məqsədli bir-iki sınağını da YouTube-a açıq şəkildə yerləşdirərəm deyə düşünürəm. Başlayaq sınağımızın izahına. Sınaq 16, birinci sualda nə deyilir? Deyilir, canlıların neçə aləminin nümayəndələrində bir hüceyrəli produsentə rast gəlinməz. Produsentə rast gəlinməz. Tamam, bir hüceyrəlilik 4 aləmin 4-ündə də mövcuddur. Yəni, mövcud 4 aləmin 4-ündə də bir hüceyrəlilik vardır. Lakin, produsent söhbətinə gəldikdə isə göbələklər içərisində produsent yoxdur. Ümumiyyətlə, biz demişdik ki, göbələklər içərisində bir canlı belə yoxdur ki, onda xlorofil pigmenti olsun. Ona görə produsentlik onlarda olmayacaq. Amma digər 3 aləmin nümayəndələrində, bakteriyalarda, heyvanlarda, eyni zamanda bitkilərdə də həm bir hüceyrəli, həm də bir hüceyrəli produsentə biz rast gəlirik. Deməli, cavabımız oldu A variantı birinci test tapşırığında. 2. DNT molekulunda olan sitozin azotlu əsaslarının cəmini N ilə işarə edək. Deyək ki, DNT molekulumuzda nə qədər sitozin varsa, onların hamısını M ilə işarə edək. Daha sonra deyir ki, adenin azotlu əsaslarının cəmini isə N ilə işarə et. Onu da edim. Yəni, molekulda nə qədər sitozin varsa M ilə işarə etdim. Molekulda nə qədər adenin varsa, onları da N ilə işarə etdim. Daha sonra məndən istənilən hidrogen rabitələrinin cəmi hansı ifadə ilə müəyyən oluna bilər. Və biz də bilirik ki, DNT molekulunda sitozin nukleotidinin qarşısında guanin nukleotidi dayanır və onlar arasında olan hidrogen rabitələri isə 3 olur. Yəni, 3 qat hidrogen rabitəsi olur. O zaman, əgər ki, sitozinin qarşısında 3 dənə hidrogen rabitəsi dayanırsa, mən bu molekulda sitozin və guanin arasında olan hidrogen rabitələrinin sayını tapmağım üçün elə S-i M ilə işarə etmişəmsə, 3M kimi ifadə edə bilərəm. Yəni, sitozin M ilə işarə edilmişdirsə, 3M sitozin və guanin arasında olan bu hidrogen rabitələrini ifadə etmiş olacaq. Adeninlə timin arasında isə 2 qat hidrogen rabitəsi vardır. Və əgər ki, mən adenini N ilə işarə etdimsə, o zaman da burada adenindən 2 dəfə çox, adenin sayından 2 dəfə çox hidrogen rabitəsi olduğu üçün 2N şəklində ifadə edə bilərəm adenin ilə timin arasında olan hidrogen rabitə sayını. Və 3M topla 2N, burada biz 5-də görürük, 3M topla 2N həmin DNT molekulunda olan hidrogen rabitələrinin sayı olacaq. Eyni zamanda burada 3 də uyğun gəlir. Niyə? Baxın, 3-də 2M yazıb. Yəni, bunu 3M deyil də 2M şəklində yazıb və üzərinə ümumi sitozin nukleotidlərin bir də sayını gəlib. Ümumi nukleotidlərin, yəni ümumi sitozin nukleotidlərinin bir də sayını gəlib. Yəni, bu cür düsturda uyğundur, 3 də uyğundur, 5 də uyğundur. Amma digərlərinə baxdığınız zaman uyğun olmayacaq. Misal üçün, burada da deyə bilərsiniz ki, üzərinə guanin gəlib, nə fərq edər sitozin, nə fərq edər guanin. Amma burada N-dir, yəni 2N deyil. Yalnız adenin nədirsə o da, amma axı adenin sayından 2 dəfə çox olmalıdır hidrogen rabitə sayı. Ona görə də 4 də uyğun olmayacaq. Gəldik 3-ə. Hansı bitkinin çiçəkləri tozlandıqdan sonra açılır? Bunun üçün biz təbii ki, burada öz-özünə tozlanan bitkiləri və öz-özünə tozlanan bitkilər içərisində də hansı çiçək açdıqdan sonra tozlanır, hansı çiçək açmamışdan öncə tozlanır, onları bilməliyik. Kənaf, pambıq, kətan, bunlar çiçək açdıqdan sonra tozlanan bitkilərdir. Ona görə də burada kənaf görürəm, pambıq görürəm, bunlar olmayacaq. Çarpaz tozlanan bitkilər olmayacaq, vələmir olacaq. Çünki vələmirdə tozlanma çiçək açılmamışdan öncə baş verir. Və burada da deyir, hansı bitkinin çiçəkləri tozlandıqdan sonra açılır. Deməli ki, vələmir olacaq cavabımız. 4.
Hansı bitkinin bütün nümayəndələrində 3 növ generativ orqana rast gəlinir? Generativ orqanlar hansılardır? Toxumdur, meyvədir, bir də çiçəkdir. Deməli, hər üçünə rast gələrik hansında? Baxın, biri görürəm. Bir nədir? Götürəcəm. Bir nədir? Qarğıdalıdır. Və biz bilirik ki, qarğıdalı bir cinsli bir bitkidir, lakin bir evlidir. Yəni, erkək çiçəklərdə, dişicikli çiçəklərdə eyni bir bitki üzərində yerləşir. O zaman mən bu bir fərddən söhbət gedirsə, bu fərdin üzərində həm meyvə görərəm, həm toxum görərəm, həm də çiçək görərəm. Yəni, hər üç generativ orqanı görmüş olaram. Söyüd görürəm burada, qovaq görürəm, olmayacaq. Çünki bunlar bir cinslidirlər, lakin iki evlidirlər. Yəni, erkək çiçəklərin olduğu bitki üzərində mən nə meyvə görərəm, mən nə toxum görərəm. Ona görə də 3 növ generativ orqanı 2 ilə 5-də görmərəm. Kələmi götürəcəm. Kələmdə də yenə hər 3 daha doğrusu hər 3 generativ orqana rast gəlinəcək. Küknar çılpaq toxumludur, yalnız toxumu olacaq. Laminariyada isə hər hansı bir generativ orqan yoxdur, yosundur laminariya. Ona görə də burada cavabımız 1 və 3 elədir B variantı. 5. Şəkildə göstərilən hər iki canlıya aiddir. Şəkildə biz göl ilbizi görürük, bir də anadonta görürük. Və bunların hər ikisinə aid olan bir xüsusiyyəti seçməliyəm. Baxaq. Spiral halında burulmuş çanaq. Spiral halında burulmuş olan çanaq bu kimə aiddir? Göl ilbizinə aiddir, düzdürmü? Yəni, anadontaya aid deyil. O zaman bunu götürmərəm. Qalsəmələrlə tənəffüs anadontaya aiddir, göl ilbizinə aid deyil. Bunu da götürmərəm. Hermafroditlik bu göl ilbizinə aiddir, amma anadontaya aid deyil. Bunu da götürmərəm. Mantiyaya malik olma, bəli, bu mollyuskalar tipinin xarakteri xüsusiyyətidir. Yalnız mollyuskalarda vardır. Ona görə də mantiya malik olma hər iki heyvana aid olmuş bir xüsusiyyətdir. Baş, gövdə və ayağa malik olma, bu da bilirik ki, göl ilbizi üçün keçərlidir. 6. İnsanda 3 eyni yumurta əkizinin zigotunun əmələ gəlməsinə iştirak edən qametlərdə cəmi neçə xromosom olar? 3 eyni yumurta əkizi deyirsə, 3 deyil də 5 olsun, 6 olsun, əgər elə bir şey mümkündürsə, nə qədər yumurta əkizimiz eyni olacaqsa, bunlar yalnız bircə dənə zigotdan başlanğıc götürəcəklər. Və daha sonra zigot blastomerlərə parçalanacaq və həmin blastomerlərin hər birindən yeni bir fərd əmələ gələcək. O zaman bir zigot yaranacaqsa, əkiz sayından asılı olmadan bir spermatozoid, bir də yumurta hüceyrə iştirak etmiş olacaq. Yumurta hüceyrədə, indi ümumi toplam xromosom sayını soruşduğuna görə, yumurta hüceyrədə 23, spermatozoiddə 23, topla etsin 46, bu da cavab B variantına uyğun gəldi. Uzun günlü bitkilər. Təbii ki, bitkilərin əksəriyyəti zaten uzun günlüdür və biz burada qısa günlü bitkiləri bilməliyik. Qısa günlü bitkiləri çıxdığımız zaman uzun günlü bitkiləri tapmış oluruq. Qısa günlülər hansılar idi? Zəfəran idi, soğan gülü idi, başqa adıyla biz buna georgin demişdik. Bir də payız gülü, xrizantema, bunun da başqa adı. Deməli, mən bunları qısa günlüləri çıxdığım zaman yerdə qaldı uzun günlülər, fındıq qaldı, kənaf qaldı və çoğdar qaldı. 1, 4, 6 C variantına uyğun gəldi. İnsan maksimum yuxu fazasında yatmışdı. Tamam, maksimum yuxu fazası deyil və biz bilirik ki, yuxu 4-5 sikldan ibarətdir. Və 4 sikldan ibarət olan bir yuxu 8 fazadan ibarətdir. Amma 5 sikldan ibarət olan bir yuxu isə 10 fazadan ibarətdir. Təbii ki, maksimum yuxu fazasında yatmışdır dediyinə görə, deməli ki, 10 fazada yatmışdır. Bu şəkildə biz bunu başa düşdük. 10 fazada yatdı. 10 fazanın 5-i ləng yuxu olacaq, 5-i isə tez yuxu olacaq. Mənə burada tez yuxunun 70 dəqiqə ərzində baş verdiyi yazılmışdır. Tamam, 70 dəqiqəmi yazdım. 5 ləng yuxu isə maksimum neçə saat yatmışdır dediyi üçün deməli ki, 1/5 ilə hesablanılmalıdır. 5 vurulsun 1/5 saat. O da edir 7 saat 30 dəqiqə. Deməli, ləng yuxu 7 saat 30 dəqiqə, tez yuxumda zaten testin özündə verilib 70 dəqiqə. 7 saat 30 dəqiqəni 70 dəqiqə ilə topladığım zaman da 8 saat 40 dəqiqəni almış oluram. Cavab D. 9. Çöl göyərçininin ümumi barmaqlarının sayı n olarsa,
Çöl göyərçinində ön ətraflarda 3-3, yəni 6, arxa ətraflarda isə 4-4, yəni 8 barmaq var. Deməli, toplam 14 barmaq var və 14 barmağı enlə işarə etdik. Daha sonra deyir ki, caynaqlarının sayının cəmi hansı ifadə ilə müəyyən oluna bilər? Caynaqları yalnız və yalnız arxa barmaqlarda olduğu üçün 8 caynaq götürürəm. Deməli, mən enə görə 8 rəqəmini almalıyam. Deməli, endən, yəni enim 14-dürsə, indi mən endən nəyi çıxsam 8-i alaram? Təbii ki, 6-nı çıxarsam 8-i alaram. Cavabım 9-da C variantı. 10. İnsanın bilavasitə əcdadı olan meymunla eyni canlıdan başlanğıc götürmüşdür. İnsanın bilavasitə əcdadı olan meymun Avstralopitekdir və Avstralopitek Driopitekdən başlanğıc götürmüşdür. Eyni zamanda Avstralopiteklə bərabər Driopitekdən şimpanze və gorilla da başlanğıc götürmüşdür. O zaman burada biz şimpanzeni gördüyümüz üçün cavab Y variantı. 11. Cədvələ əsasən x plus y ifadəsinin qiymətini tapın. Baxaq, balığın gövdə skeletinə aid olan hissə. Baxın, bu sınaq 3-də də verilmişdi. Burada da verilib, yəni gövdə fəqərəsi. Burada qabırğa aşikar şəkildə göstərilib. Amma sınaq 3-də mən bir qabırğa görmədim. Yəni bu şəkillə o şəkili müqayisə etdiyimiz zaman da iki şəkil arasında fərq məncə aydın şəkildə görünür. Burada biz nə görürük? Gövdə fəqərəsi görürük. Deyək ki, bura qədər çıxıntılardır falan. Gövdə fəqərəsi bir sümük olacaq. Qabırğalar da bu 2 dənə də qabırğa olsa burada. Yəni 2... Bu da deyək ki, yəni 1-1 yazaq da, 1-1-1. Yəni toplam 3 dənə mən burada sümük gördüm. Deyir, şəkildə verilən sümük sayı x bərabərdir 3-ə, çünki 3 dənə sümük gördüm. Şəkildə verilən hissədə sümüklərin növ sayı deyir. Növ sayına gəldikdə x-i qabırğadır, biri isə gövdə fəqərəsidir. Yəni burada 2 növ sümük vardır. 3 topla 2, bu da cavab olaraq bizdə 5 edəcək, cavab B variantı. Hansı bitkinin vətəni Asiya qitəsi ola bilər? Asiya qitəsi, deməli, baxın, Asiya qitəsi Vavilovun mənşə mərkəzləri 7-dir, Vavilovun müəyyən etdiyi, bizim yerləşdiyimiz, Azərbaycanın yerləşdiyi Cənub-Qərbi Asiya tropik mərkəzi, daha sonra Şərqi Asiya, Cənubi Asiya tropik mərkəzi yalnız Asiya qitəsində yerləşir. Amma eyni zamanda Həbəşistan Asiya ilə Afrikada yerləşir, hər iki qitədə yerləşir. Aralıq dəniz isə Avropada, Asiyada və Afrikada yerləşmişdir. O zaman bir dənə Asiyada yerləşməyən iki mənşə mərkəzimiz vardır. Biri Antdır, Cənubi Amerika mərkəzi, digəri isə Mərkəzi Amerika mərkəzidir. O zaman Asiya qitəsi ola bilər dediyi üçün mən Mərkəzi Amerika mərkəzi və Cənubi Amerika mərkəzi çıxmaqla yerdə qalan hər hansı bir mənşə mərkəzində yer alan bitkini götürə bilərəm. Baxırıq, burada qarğıdalı görürəm, Mərkəzi Amerika mərkəzi, ananas, Cənubi Amerika mərkəzi, kartof, Cənubi Amerika, yer fındığı, Cənubi Amerika mərkəzi. Qəhvə görürəm, Həbəşistan mərkəzi, deməli ki, qəhvə bitkisi Asiya qitəsində yerləşir, ola bilər. 13. Davam etmə müddəti ən çox olan geoloji erada meydana çıxmışdır. Davam etmə müddəti ən çox olan geoloji era bu Proterazoidur və Proterazoida da təbii ki, bitki hüceyrələri meydana çıxmışdır. Çünki Proterazoida biz üç aləmin nümayəndələrini yarandığını görürük. Bitkiləri də görürük, heyvanları da görürük, göbələkləri də görürük. Bakteriyaların da Proterazoida bir sıra qrupu quruya çıxmışdır. Amma özləri harada yarandılar? Arxedə yarandılar. Digərlərinin heç biri olmayacaq. 14. Yaşıl evqlenaya aid deyil. Miksatrof qidalanırmı? Bəli, miksatrof qidalanır. Qamçıllar sinifinin nümayəndəsidirmi? Bəli. İşığa həssas qırmızı gözcüyü varmı? Bəli. 2 ədəd nüvəsi varmı? Xeyr, bu ona aid deyildi. Bu infizor tərliyə aid idi. 1 ədəd qamçı vasitəsilə hərəkət edir. Bu da yaşıl evqlenaya aid bir fikirdir. Heyvanların ən cavan sinifi Lamarck'ın qradasiyasını əks etdirən sxemdə neçənci pillədə yerləşir? Heyvanların ən cavan sinifi quşlardır və quşlar da Lamarck'ın qradasiyasında 6-cı pillədə yerləşir. Ona görə də quşlarla məməlilər 6-cı pillədə yer aldıqlarına görə cavabımız edəcək burada Y variantı. 16. Kasper L5, erkəkçi B, dişici 1, çiçək düsturu hansı bitkinin bütün çiçəklərinə aid etmək olar?
Biz burada mürəkkəb çiçəklərin çiçək düsturunu görürük və mürəkkəb çiçəklərdə bilirik ki, onların əksər çiçəklərində deməli boru şəkilli də olur, kənarda yalançı çiçəklər də ola bilər, yalançı çiçəklər deci şəkilli ola bilər, qıf şəkilli ola bilər. Deməli, burada mənə deyir ki, elə bir bitki seç ki, o bitkidə yalnız və yalnız həqiqi çiçəklər olsun, yalançı çiçəklər olmasın. Mən də burada bütün səbətdə deci şəkilli, yalnız həqiqi deci şəkilli çiçəklərin yer aldığı zəncirotunu görürəm. Ona görə də B variantını götürürəm. 17. İnsanın ifrazat sistemi ilə bağlı düzgün fikri seçin. İlk sidik qıvrım kanalcıqlarda əmələ gəlir. Bu düzgün fikri seçək. İlk sidik qıvrım kanalcıqlarda əmələ gəlir. Fikir yanlışdır. Bu son sidik olacaq. Son sidik hissəsində əmələ gəlir. Xeyr, orada əmələ gəlmir. Orada son sidikdir, amma orada əmələ gəlmir. Sidik hissəsi qarın boşluğunda yerləşir. Bilirik ki, çanaq boşluğunda yerləşir. Daha sonra deyir, böyrək venasında sidik cövhərinin miqdarı böyrək arteriyasına nisbətən daha çoxdur. Əksinə, böyrək arteriyasında sidik cövhərinin miqdarı böyrək venasına nisbətən çoxdur. O zaman bu da doğru olmadı. Böyrək ləyənində son sidik olur. Bu isə doğru bir fikirdir. Bəli, böyrək ləyənində son sidik olacaq. İnsanda şərtsiz reflekslər. Şərtsiz reflekslər anadan gəlmədir. İradə ola bilməz, qeyri-iradidir. Daxili mühitin sabitliyini təmin edir. Bəli, şərtsiz reflekslər elə daxili mühitin sabitliyini təmin etmiş olacaq. C variantında deyilir, irsi deyil. İrsi deyil. Biz doğrunu götürürük. İrsidir axı. Hə, tamam. Doğrunu zaten götürdüm. İrsi deyil deyir. Bu yanlışdır. Fərdidir, yanlışdır. Həyat təcrübəsi nəticəsində qazanılır, yanlışdır. Doğru cavab daxili mühitin sabitliyini təmin edir olacaq. Aha, geohelmintlərin törətdiyi xəstəliklərdir. Geohelmintlər bilirik ki, hansılar idi? İnsan askaridi, bir də ankilostoma. Çünki geo sözü varsa, həyatının müəyyən dönəmini torpaqda, yerdə keçirməlidir. Və biz burada ankilostomoz görürük, hansı ki ankilostoma tərəfindən törədiləndir. Bir də askaridoz görürük, hansı ki bu da insan askaridi tərəfindən törədiləndir. Digərləri isə teniarinxoz öküz soliterinинdir, ixnokokoz ixnokokundur, enterobioz uşaq biz quyruğudur, fasilyoz qaraciyər sorucusunundur. Yəni 4-6 cavabımız edəcək B variantı. Deməli, burada metamorfozla bağlı uyğunluğu müəyyən edin deyir. Baxaq, noxud görürəm, yemişan görürəm, çuğundur görürəm. Noxudda nəyin şəkil dəyişməsi olacaq? Yarpağın şəkil dəyişməsi var, bəli, X-la göstərilib və hansı şəkil dəyişməsidir? Yəni, yarpağın şəkil dəyişməsi olaraq bığcıqdırmı, tikandırmı? Bir çox şəkil dəyişmələr var orada. Amma noxudda hansı şəkil dəyişməkdir? Bığcıq idi. Yanında da lərgə var idi. Ümumiyyətlə, bir dənə bunları xatırlasaq, noxudda və lərgədə yarpağın şəkil dəyişməsi bığcıq idi. Bəs gövdə şəkil dəyişməsi olaraq bığcıq desə, üzüm idi, çiyələ idi, yemiş idi, boran idi, qarpız idi. Deməli ki, burada biz bığcığı götürməliyik. Bığcıq olanları saxlayıram, digərlərini isə çıxdaş edirəm. İkisi qaldı. Yemişanda yemişan idi, sonra cır armud idi, murdarça idi. Bunlarda nə idi? Tikan idi. Ona görə gövdə şəkil dəyişməsi tikan olacaq. İkincisi tikan olacaq. Bığcıqdan sonra tikan. Deməli, D variantı da getdi. Və eyni zamanda deməli, mən gövdə şəkil dəyişməsi olaraq tikanı dedim və yarpaq şəkil dəyişməsi olaraq tikanı da xatırlasaq, yarpağın hansı bitkilərdə yarpaq şəkil dəyişməsi olan tikan var idi? Ağakasiyada qara tikan idi, kaktus idi və də zirinc idi. Sonra çuğundurda kökün şəkil dəyişməsi olan meyvə kök var. Ona görə cavabımız etdi burada A variantı. Davam edirəm. 21. Cədvəldə ayrı-ayrı onurğalı heyvan növlərinin xüsusiyyətləri verilmişdir. Bununla bağlı hansı fikri söyləmək olmaz? Baxın, burada skelet daxilidir. Onurğalılarda zaten hamısında daxili skeletdir. Tamam, götürdük. Ürək kameralarının sayı 2-dir. Təbii ki, bu %100 olaraq artıq balıq olacağı bəllidir. Amma ürək kamera sayı 3 deyirsə, bu sürünən də ola bilər, suda quruda yaşayan da ola bilər. İnkişafı dolayı olduğuna görə deməli ki, bu suda quruda yaşayan olacaq. Çünki sürünənlərdə düzünə inkişafdır.
Daxili skelet tamam, ürək kameralarının sayı 4, inkişaf düzünə. Bu quşda ola bilər, məməli də ola bilər. Çünki hər ikisində ürək kamera sayı 4-dür, inkişafı da düzünədir. Gəlin indi bir-bir baxaq. Mənə nə dedi? Söyləmək olmaz dedi. X canlısında döş qəfəsi ola bilməz. X canlısı balıqdır və balıqda söyləmək olmaz deyir. Balıqda döş qəfəsi ola bilməz. Yəni bu düz fikirdir də, onda bunu götürməyəcəm. Y canlısının 3 cüt göz qapağı ola bilər. Y canlısı suda quruda yaşayan olduğuna görə təbii ki 3 cüt göz qapağı olacaq. Bu da doğru bir fikirdir. Daha sonra Z canlısında 2 qan dövranı ola bilər. Z canlısı quş da olsa, məməli də olsa 2 qan dövranı olacaq. Z canlısı soyuqqanlı ola bilməz. Z canlısı bəli, ola bilər. Nə deyir? Deyir ki, Z canlısı soyuqqanlı ola bilməz. Ola bilər. Niyə ola bilməsin? Mən bəlkə buna timsah dedim. Timsahda da inkişaf düzünədirmi? Düzünədir. Ürək kamera sayı 4-dürmü? 4-dür. Soyuqqanlıdırmı? Soyuqqanlıdır. Deməli ki, bunu deyə bilmərik. Z canlısı soyuqqanlı ola bilməz. Bu ifadəni deyə bilmərik. Amma Y canlısında kloaka ola bilər. Y canlısı suda quruda yaşayansa təbii ki, kloaka olacaq. Bu da doğru fikirdir. Gəldik 22. Deyir, hansı fikir yanlışdır? Baxaq, döş qəfəsinə malik bütün canlılar onurğalıdır. Bu doğru bir fikirdir. Döş qəfəsinə malik olan bütün canlılar onurğalıdır. Amma bütün onurğalılar döş qəfəsinə malik deyil. Deməli, bu doğru fikir olduğuna görə, mənə də yanlışı tap deyildiyinə görə bunu götürmədim. Döş qəfəsinə malik bütün canlılar xordalıdır. Döş qəfəsinə malik olan bütün canlılar xordalıdır. Doğrudur, çünki xordalı olmayan heç bir döş qəfəsinə malik olan canlı yoxdur. Döş qəfəsi olan bütün canlıların döş sümüyü var. Bu da doğrudur. Döş qəfəsi varsa, demək ki, döş sümüyü də var. Döş sümüyü olan bütün canlılarda döş qəfəsi var. Bax, bu yanlışdır. Çünki qurbağada döş sümüyü var, amma döş qəfəsi yoxdur. Döş qəfəsinə malik bütün canlılarda döş fəqərəsi var. Bəli, döş fəqərələri var. Bu da doğru olacaq. Burada cavab oldu Y variantı. 23. Aşağıdakılardan hansı xanı balığı və göl qurbağasının qan dövranı üçün ümumi xüsusiyyət deyil? Yəni, burada deyir ki, bu ikisi üçün ümumi xüsusiyyət olmasın. Tamam, baxaq. Deyir, qanın ürəkdən arteriya damarı ilə çıxması. Buna balıq desəm, balıqla qurbağa da deyir. Qurbağa desəm, ağciyər kötüyü ilə ürəkdən qan çıxır. Balıq desəm, balıqda da qarın aortası ilə çıxır. Deməli, bu ortaq xüsusiyyətdə. Bunu götürmədim, çünki mənə dedi ortaq xüsusiyyət deyil. 2. Qanın tənəffüs orqanlarından vena damarları ilə bilavasitə ürəyə qayıtması. Tənəffüs orqanlarından, deməli, ümumi xüsusiyyət deyil. Qanın tənəffüs orqanlarından vena damarları ilə bilavasitə ürəyə qayıtması. Deməli, bu qurbağada desək, qan tənəffüs orqanlarından, bəli, vena damarı ilə ürəyə qayıdır. Amma balıq desəm, qan tənəffüs orqanlarından ürəyə qayıtmır axı. Orada məsələ necə idi? Orada qəlsəmə gətirici arteriya, qəlsəmə çıxarıcı arteriya, qəlsəmə çıxarıcı arteriya, arterial qanı verirdi bel arteriyasına, biri də başa gedirdi. Orqanlar təchiz olunurdu arterial qandan, çevrilirdi venoz qana və daha sonra vena damarı ilə qayıdırdı ürəyə. Ona görə tənəffüs orqanlarından vena damarları ilə qayıtmır. Tənəffüs orqanlarından hələ bir arteriya damarı ilə çıxacaq. Daha sonra qazlar mübadiləsində gedib venoz qana çevrildikdən sonra vena damarları ilə ürəyə qayıdacaq. Yəni, qısacası bu ortaq xüsusiyyət olmadı. 3-də venoz qanın vena damarları ilə ürəyə qayıtması. Venoz qan hər ikisində vena damarı ilə ürəyə qayıdır. Bu ortaqdır. Daha sonra 4-də deyir, qanın tənəffüs orqanlarından arteriya damarına keçməsi. Qan tənəffüs orqanlarından qurbağadırsa vena damarına keçir. Balıqdırsa arteriya damarına keçir. Yəni, bu da deməli, ortaq xüsusiyyət olmadı. Cavab 2-4. Doğru kəsişmədir. Normal səslər. Biz bilirik ki, 35 desibel ilə 65 desibel bunlar normal səslərdir. 60 desibel insanın səsi idi. 90 desibelə qədər olanlar zərərli idi. 90-dan da yuxarı təhlükəli idi. O zaman normal səslər 35-65, yəni 1 və 3 hardadır? Bu D variantı olmalıdır. 25. Heç bir hamiləlik keçirməyən yetkin sağlam qadında cədvələ əsasən, deməli,
X-in qiyməti nədir? Aybaşı sikli 28 gün, müddət də ki 5 il. Deməli, burada 1 ilə 13 aybaşı baş verir. 1 il ərzində 28 günlük sikl olduğuna görə. Burada da biz, deməli, 5-i vurmalıyıq 13-ə. 5-i 13-ə vurduğumuz zaman 65 D variantı olacaq. Yəni 5 il hər ildəki, hər ildə 13 deməli aybaşı baş verdiyinə görə elə 13 də ovulyasiya sayı olub. Toplam 65 ovulyasiyaların sayı. 26. Verilənlərə əsasən X topla, Y topla, Z topla, F, K bunları hesablayaq. Toxumun quru çəkisi. Cücərərkən udduğu toxum suyun çəkisi. Baxın, noxudun çəkisi 10 qramdırsa, öz çəkisi qədər cücərən zaman elə 10 qramda su udmuş olacaq. Cücərmiş toxumun çəkisi 10 topla 10, yəni bərabərdir 20. Qarğıdalı. Toxumun quru çəkisi Z-dir, amma cücərərkən udduğu suyun çəkisi 10 qramdır. Çəkisinin yarısı qədər su udduğuna görə, deməli bunun özünün çəkisi 20 qram olub. Çəkisinin yarısı qədər də su udaraqdan 30 qrama gəlmişdir. Darıda udduqdan sonra 15 qram olubsa, deməli bu öz çəkisinin 4də 1-i qədər sudur. Belə başa düşürəm ki, çəki 12 qramdır. Çəkisinin 4də 1-i 3 qramdır. 3 qram 12 qram topla 15 qram edir. İndi burada X topla Y bu etdi 30, bu etdi 50, K 50, 62, 65. Cavab elədi A variantı. Yəni onların hamısını topladıq. 27. Hansı bitkinin meyvəsinin əmələ gəlməsində bilavasitə çiçəyin gövdə mənşəli üzvü də iştirak edir. Və biz bilirik ki, çiçəyin gövdə və yarpaq mənşəli strukturları vardır. Gövdə mənşəlilər hansılar idi? Çiçəyin saplağı idi, bir də çiçəyin yatağı idi. O zaman gövdə mənşəli dediyinə görə ya saplaq ya da çiçək yatağı iştirak etməlidir və biz də bilirik ki, yalançı meyvələrin əmələ gəlməsində yumurtalıqla yanaşı çiçəyin digər hissələri də iştirak edə bilər. Misal, çiçək yatağı da iştirak edə bilər. Bu da hansı olacaq? Burada biz armud da, alma da, əzgil də onları misal göstərmişdik və armudu görürük. Digərlərinin hamısı həqiqi meyvələrdir. Şəkillə bağlı verilən fikirlərdən hansı yanlışdır? Şəkildə mən erkək qıcının çoxalmasını görürəm. Yazır ki, 1 sporafit nəsildir, doğrudur. Sporları yarpaqların alt səthində yerləşir, bu da doğrudur. Demişdik, burada unutma, yarpaqların alt hissəsində də üstündə olmaz. B 3 torpaq rizoidlərlə bərkiyir. 3 nədir burada? 3 protaldır. Protal torpaq rizoidlə bərkiyirmi? Bəli, rizoidlərlə bərkiyir. Bir diploid 2N xromosom dəstinə malikdir. Bəli, bir erkək qıcının özüdür və erkək qıcı diploid xromosom yığımına malikdir. Bu da doğrudur. 2 və 3 haploid xromosom dəstinə malikdir. 2 ilə 3 nədir burada? 2 sporun cücərtisi, bu da protal. Hər ikisi haploid xromosoma malikdirmi? Bəli, hər ikisi haploid xromosoma malikdir. 4 torpağı kökləri ilə bərkiyir. 4 ruşemli protaldır və torpağa rizoidlə bərkinir. Ona görə də Y variantı bizim üçün burada yanlış cavab oldu. 30. X plus Y cəmini hesabla. Hesablayaq. Deyir, başlanğıc bakteriya sayı, bölünməyə sərf olunan vaxt, əmələ gələn fərdlərin maksimum sayı. 60 dəqiqə ərzində əmələ gələn fərd sayı 40 olub. Deməli, başlanğıc bakteriya sayı nə qədər olacaq? Elə mən bunu geri də gedə bilərəm. 3 dəfə bölünmə edəcəm. Deməli, 5 olub. Çünki 20 dəqiqə, 20 dəqiqə, 20 dəqiqə, 60 dəqiqədə 5 bakteriya bölünüb, fasiləsiz olaraq 40-a çata bilərdi. Fasiləsiz olduğunda hardan bildim 20 dəqiqə? Çünki maksimum fərd sayı deyir. O zaman X-in qiyməti 5-ə bərabər imiş. Burada da 8 vur 5, yəni 40 dəqiqə ərzində 8 bakteriyanı böləcəm. 8 bakteriya 1-20 dəqiqədən sonra 16 olar, 1-20 dəqiqədən sonra isə 32 olar. Deməli, X-im etdi 5, Y-im də etdi 32. Toplam say soruşulduğu üçün 32 topla 5 etdi 37 A variantı. 31. Xanı balığında qanın hərəkət istiqamətinin düzgün ardıcıllığını seçin. Baxaq. Deməli, burada necə olacaq? Qulaqcıq, belə başlasam, qulaqcıq, oradan mədəcik. Mədəcikdən qarın aortası ilə çıxır. Dedik ki,
Bunlarda qarın ağrısı çıxdı. Sonra hara getməlidir? Qəlsəmələrə. Qəlsəmə gətirici, qəlsəmə çıxarıcı damar. Ondan sonra bel aortası, bir dənə də damar başa getdi. Arterial qanla baş təchiz olundu. Daxili orqanlar arterial qanla təchiz olundu. Qazlar mübadiləsi getdi. Daha sonra vena damarı ilə yenidən qulaqçığa qayıtdı. Deməli, necə düzdür? Qulaqçıq, mədəcik 4, 1. Daha sonra qarın aortası 6. Ondan sonra deməli, nəyi demişdim? Qəlsəmə damarları, bel aortası və vena. Yəni, cavab oldu burada Y variantı. Sağlam insanın qan təzyiqinin damarlarda dəyişməsi uyğundur. Ümumiyyətlə, biz bilirik ki, ürəkdən uzaqlaşdıqca qan təzyiqi azalır. Yəni, qan ən çox arteriyalardadır, daha sonra kapilyarlardadır, sonra biz vena götürə bilərik. Burada da biraz işarələrə diqqət etməliyik. Elə burada cavab arteriya böyükdür, vena da kiçikdir, kapilyar. Yəni, A variantı olacaq. Çünki arteriya böyükdür, kapilyar böyükdür, venanı gözləyirik. Sadəcə olaraq vena əgər ortada verilibsə, o zaman biz işarələrə diqqət etməliyik. 33. Böyümə prosesi ontogenezin sonuna qədər davam etməyən canlıların sırasını göstər. Yəni, bu demək istəyir ki, böyümə prosesi ontogenezin sonuna qədər davam edən bitkilərdirsə, sən bitkiləri seçmə, heyvanları götür ki, burada öküz soliteri də verə bilərdi, onu götürməzdik. Çünki orada da ömür boyu bir böyüməni görürük. Deməli, mən burada heyvanları götürməyəcəm, məhdud böyümə olduğu üçün. Heç nə, heyvanları çıxar, kalmar heyvandır, kobra heyvandır, siyanək heyvandır, lemming heyvandır. Amma laminariya, ardıc, ömür boyu böyümə, erkək qışı 1, 5, 3. Bəs necə uyğun gəlmədi, mən nəyə çıxdım? Bir dəqiqə. 1, 2, 3, 4, 1, 3 götürdüm. Kalmar, siyanək, kobra. Burada nə deyir? Böyümə prosesi ontogen sonuna qədər davam etməyən deyir. Mən də davam edənləri götürürəm. Baxın, görürsünüz. Davam etməyən deyirsə, mən burada heyvanları götürməliyəm. Deməli, lemming götürməli idim, kalmar götürməli idim, siyanək götürməli idim, kobra götürməli idim. Yəni, ona görə testlərdə diqqətli olmalıyıq. Yəni, orada belə bir cavab olsaydı, deməli ki, artıq orada testimiz yanlış getmiş olacaqdı. Burada 2, 6, 4, 7. 2, 2, 4, 6, 7. Yəni B variantı. 34. Energetik mübadilə zamanı hansı canlının hücrəsində atom halında hidrogen əmələ gələ bilər? Atom halında hidrogen nə zaman əmələ gəlir? Oksigenli mərhələ. O zaman mən bu canlılar içərisində oksigenli mərhələ hansı canlıda gedirsə, yəni aerob mühitdə yaşayan bir canlı götürməliyəm. O da bura baxdığımız zaman hamısı anaerob verilib, bir tək planar verilib aerob canlı olaraqdan. Sonra, hansı xəstəlik zamanı insanda antitel yaranmadığına görə peyvənddən istifadə edilməz? Talassemiya genetik bir xəstəlikdir. Peyvəndlə bunu biz hər hansı bir şəkildə müalicə edə bilmərik. Bunu götürək. Enterobiyoz bu uşaq biz quyruğunun törətdiyi xəstəlikdir, qurd xəstəlidir. Bunu götürək. Bu da heç bir şəkildə olmaz. Bir də qıç qazanmış immun çatışmazlığı sindromudur ki, burada da biz peyvənddən istifadə etmirik. Amma poliomielit, COVID, su çiçəyində peyvənddən istifadə edə bilərik. 1, 2, 6, cavab D variantı. 36. Həkim xəstənin gözünü müayinə edərkən onda yaxından görmə qüsurunu aşkar edib. Yəni, billur qabarıqdır. Yaxından görməni aşkar edibsə. Həkim xəstəyə nə məsləhət verəcək? Nə məsləhət verəcək? Deyəcək, çökük linzadan istifadə et. İndi görək, burada nə deyir? Deyir, səpici linza eynəkdən istifadə et. Tamam, çökük və ya səpici linzalı eynəkdən istifadə et. Tamam. Bu, dərsin başlayacağına görə hər bir varianta toxuna bilməyəcəm. Dərsə gecikirəm. 37. Amma test sizin üçün istəyirsiniz, baxaq, toplayıcı linzalı eynəkdən istifadə et deyirsə, bu uzaqdan görmə qüsuruna aid olmalıydı. İltihab əleyhinə dərman preparatı olmayacaq, A vitamini ilə. Yəni, bunların heç biri olmayacaq da, çünki bu insanda yaxından görmə var, ona görə uzaqda görə bilməsi üçün səpici linzaya ehtiyac var. Alkoqol gepatiti bu 9-cu sinif dərsliyində yazılıb. Haqqında deyilənlərdən hansı yanlışdır? Seroza səbəb olurmu? Bəli, alkoqol gepatiti uzun müddət alkoqol qəbulu ilə əlaqədar yaranır. Tədricən qaraciyərə zədələyir və qaraciyərin epitel toxuması birləşdiricilə əvəz olunur. Seroza səbəb ola bilər. İndi baxaq görə yanlış olan bunun haqqında nədir? Seroza səbəb ola bilərmi? Tamam, olar. Törədici gepatit virusudur bu? Xeyr, törədici gepatit virusu deyil. Səbəb alkoqoldur. Sonra qaraciyərin ölçüsü dəyişər, əlbəttə dəyişir. Bu da doğrudur. Hə, mən nəyi seçdim?
Mənə yanlış lazımdır. Yanlış lazım olduğuna görə burada yanlış B-dir. Yəni mən B-ni götürməliyəm. B yanlışdır. Siroza səbəb olurmu? Bəli, səbəb olur. Qaraciyərin ölçüsü dəyişir? Bəli, dəyişir. Qandakı zəhərli maddələri zərərsizləşdirən orqanı zədələyir. Yəni qaraciyəri, bəli, qaraciyəri zədələyir. Qaraciyərin epitel toxuması hüceyrələri birləşdirici toxumu ilə əvəz olunurmu? Bu da bəli, əvəz olunur. Down sindromuna nə səbəb ola bilər? Təbii ki, biz bilirik ki, Down sindromu meyozik anafazada ayrılmama nəticəsində yaranmış bir xəstəlikdir və Down sindromu genom mutasiyalarından olan aneuploidiyalara aiddir. Ona görə elə burada A variantını görürəm. 180 dərəcə çevrilmə olsun, profaza falan bunların heç biri olmayacaq. 39. Şerşevski-Terner sindromu. Şerşevski-Ternerdə autosomla əlaqədar hər hansı bir problem yoxdur. 44 topla X şəklindədir. Və bu bölünmənin anafaza, hansı mədə deyil, yəni mitoz bölünmədən söhbət gedir. Anafaza mərhələsinin sonunda neçə xromosom və neçə xromatid olacaq. Toplam bunun bir somatik hüceyrəsində 44, yəni 45 xromosom var. Və anafazada 2N mitoza daxil olan 4C şəklinə daxil olmuş bir hüceyrə 4N 4C şəklinə düşəcəyinə görə bunun 2N-i 45-dirsə, deməli ki, 90-90 olacaq. Burada da bizə A variantına uyğun gəldi. 40. Qov göbələyi hansı canlıya aiddir? Aybəniz müəllimə test izah edirəm. Qov göbələyi hansı canlılara aiddir? Qov göbələyi birinci dərəcəli konsument olacaq. Bunu götürəcəm. Birinci dərəcəli konsumentdir. Qov göbələyi bilirik ki, elə bir göbələkdir ki, öz ontogenezi zamanı qidalanma tipini dəyişir. Öncə saprofit olur, daha sonra isə parazit olur. Ona görə də deməli, biz onu birinci dərəcəli konsument olaraq götürürük. Belə testimizin də izahı, 16-nın izahı.